Bəziləri deyir ki, həcc dünyanın ən böyük dini toplaşmasıdır. Elə bir toplaşma ki, 2024-cü ildə rekord göstəricisi təxminən 17 milyon nəfərə çatıb. Başqa bir qrup isə deyir ki, yox, Ərbəyin dünyanın ən böyük dini yürüşüdür. Orada təxminən 20 milyon insan Kərbəlada bir araya gəlir. Amma reallıq budur ki, bu rəqəmlər dünyanın ən böyük dini toplaşması ilə müqayisədə demək olar ki, heç nə sayılır. Elə bir toplaşma ki, nə 20 milyon, nə 30 milyon, əksinə 100 milyondan çox zəvvar orada iştirak edir. Bu nəhəng hadisənin adı Kumbh Mela, yəni elə bildiyimiz Kumbh Mela-dır. Kumbh Mela Hindu dinində tamamilə müqəddəs sayılan bir ayin və mərasimdir. Bu toplaşmada dünyanın hər yerindən bu mərasimdə iştirak etmək istəyən hindular həmin il üçün seçilmiş çaya doğru yola çıxırlar. Məqsədləri suya girmək, çimmək və öz inanclarına görə günahlarını yumaqdır. Kumbh Mela mərasimi hər 3 ildən bir keçirilir və maraqlı tərəfi odur ki, hər 3 ildən bir mərasimin keçirildiyi çay da dəyişir. Çox qədim zamanlardan bu məqsəd üçün 4 çay seçilib. Birinci çay Qanq çayıdır. İkinci çay Triveni Sangamdır. Moğollar dövründə bu çaya Allahabad adı verilmişdi. Bu ad dəyişikliyi hinduları ciddi şəkildə narahat etmişdi. Çünki onlar inanırdılar ki, müqəddəs çaylarının dini adı dəyişdirilib. Elə buna görə də sonralar bu çayın adı yenidən dəyişdirildi. Üçüncü çay Godavaridir. Dördüncü çay isə Şipra çayıdır. Bu dövrü sistemdə hər 12 ildən bir xüsusi bir çayın növbəsi çatır. Amma hekayə bununla bitmir. Hər 3 ildən bir keçirilən bu mərasimin yanında daha da böyük bir mərasim mövcuddur. Elə bir mərasim ki, yalnız hər 144 ildən bir baş tutur. Bu fövqəladə mərasim yalnız Triveni Sangam çayında keçirilir, yəni əvvəllər Allahabad adlanan çayda. Bu mərasimə Maha Kumbh Mela deyilir. Maha Kumbh Mela sonuncu dəfə 2013-cü ildə keçirilmişdi. Növbəti mərasim isə dəqiq olaraq 144 il sonra baş tutacaq. Yəni 2157-ci ildə. Ona görə də rahatlıqla demək olar ki, biz bunu öz ömrümüzdə görməyəcəyik. Hazırda bu video hazırlanarkən 2025-ci ilin mərasimi artıq keçirilib. Bu mərasim 2013-cü ildə keçirilən Maha Kumbh Mela'dan düz 12 il sonra yenidən eyni çaya qayıdıb. Amma bu dəfə Maha Kumbh Mela kimi yox, adi Kumbh Mela mərasimi kimi. Çünki Maha Kumbh Mela hesabına görə təxminən bir yarım əsr sonraya qalıb. İndi isə belə bir sual yarana bilər ki, ümumiyyətlə bu hər 3 il, hər 12 il və hər 144 il məsələsi haradan ortaya çıxıb? Bu zamanlamaları kim müəyyən edib? Cavab çox sadədir. Heç kim bunu dəqiq bilmir. Bildiyimiz tək şey odur ki, təxminən miladdan 500 il əvvəl Hindistan yarımadasında yaşayan hindular bu çaylara girir, özlərini yuyurdular. Məhz bu inanc səbəbindən bu mərasim bugünə qədər davam edib. Hindular inanırlar ki, bu müqəddəs çaylarda suya girmək təkcə günahları təmizləmir, eyni zamanda ruhu da saflaşdırır və insanı doğum və ölüm dövrəsindən azad edir. Daha sadə desək, mənəvi bir növ əbədiliyə çatdıqlarını inanırlar. Bu festivalın əsas kökü bir mifoloji hekayəyə dayanır. Tanrılarla şeytanlar arasında nektarla dolu bir küpə uğrunda gedən döyüş hekayəsinə. Deyilənə görə bu nektar okeanın qarışmasından yaranıb. Döyüş zamanı bu küpədən bir neçə damcı 4 şəhərə tökülüb. Prayagraj, Haridvar, Ujjain və Nasik. Elə buna görə də Kumbh Mela festivalı hər 12 ildən bir bu 4 şəhərdə və ətraf bölgələrdə keçirilir. Əslində bu toplaşma həmişə bu 4 nöqtə arasında dövr edir. Amma bütün bu şəhərlər arasında ən böyük və ən izdihamlı mərasim demək olar ki, həmişə Prayagraj şəhərində keçirilir. Məhz burada dəfələrlə iştirakçı sayı rekordları qırılıb. 3 il keçib mərasimin vaxtı yaxınlaşanda həmin bölgənin ştat hökuməti tam hazırlıq vəziyyətinə keçir. Çünki 100 milyondan çox insanın bir ştata daxil olması gözlənilir. Buna görə də elə şərait yaradılmalıdır ki, bu nəhəng kütlə gəlsin, çimə bilsin və sonra geri qayıtsın. Ən vacib işlərdən biri çox böyük sayda çadırın hazırlanmasıdır. Çünki otellər və mehmanxanalar bu qədər insana qətiyyən cavab verə bilmir. Hökumət elə məkanlar qurmalıdır ki, milyonlarla insan gecəni orada keçirə bilsin. Daha çətin məsələ isə yollarda və toplaşma ərazilərində yemək və su təminatıdır. Bundan əlavə, bölgədə çox sayda səyyar tualet quraşdırılmalıdır. Eyni zamanda yalnız zibil yığımı ilə məşğul olan müxtəlif qruplar yaradılır.
Bir çox mağaza və müvəqqəti məkan icarəyə götürülür və onlar səhra tipli tibb məntəqələrinə çevrilir. Çünki heç bir xəstəxana bu qədər insana xidmət göstərə bilməz. Söhbət hamının xəstələnməsindən getmir, amma 100 milyon insan bir nöqtədə toplaşanda 10 minlərlə, bəlkə də 100 minlərlə insanın tibbi yardıma ehtiyacı yaranır. Bu mərasimin başqa bir maraqlı tərəfi də odur ki, təxminən 45 gün davam edir. Əlbəttə bu o demək deyil ki, hər zəvvar 45 gün orada qalır. Bu vaxt aralığı ona görə müəyyən edilib ki, bu 10 milyonlarla insanın hamısı çaya girə bilsin, çimsin və çıxsın. Zəvvar gəlir, suya girir, günahlarını yuyur və gedir. Ən azı inanca görə. Əlbəttə bədənlərini də yuyurlar və bu da çayın suyunun vəziyyətini kəskin şəkildə dəyişir. Mərasim zamanı çayların aşağı axın hissələri tamamilə çirklənir. Bəzi nöqtələrdə suda olan oksigen demək olar ki, yox olur. Çoxlu canlılar və balıqlar məhv olur. Bu çirklənmə həm insanların bədənlərini yumasından, həm də suda baş verən digər hadisələrdən qaynaqlanır. Bu mərasimdə baş verən son faciəvi hadisələrdən biri zəvvarların hərəkət marşrutunda yaranan şiddətli izdiham idi. Bir neçə nəfər yıxıldı və nəticədə çox sayda insan ayaqlar altında qaldı. Bu hadisə ən azı 30 nəfərin həyatına son qoydu. Amma bir çox mütəxəssis hesab edir ki, bu rəqəm real deyil. Onların fikrincə, belə bir sıxlıqda ölənlərin sayı yüzlərlə də ola bilər. Amma dəqiq statistika mövcud deyil. Çox böyük insan kütlələri hərəkət edəndə sadəcə bir neçə nəfərin sürəti azaltması kifayətdir. Arxadakı insanlar dayana bilmir, çünki arxadan gələn təzyiq getdikcə artır. Bu da bəzi insanların yıxılmasına, başqalarının onların üzərindən keçməsinə və hadisənin domino effekti kimi davam etməsinə səbəb olur. İndi bu çayın kənarındakı izdihama baxın. Bu insanlar bu şəraitdə necə davam edə bilirlər? Tualetlər haradadır? Düzdür, hökumət səyyar tualetlər qoyur, amma onlar çox tez dolur və ondan sonra vəziyyət tamamilə fəlakətə çevrilir. Bu günlərin birində suyun içində olan zəvvarlar çaydan çıxarkən sahil kənarında yatan insanları tapdalayıblar. Bu hadisə də çoxlu sayda insanın ölümünə səbəb olub. Nəticə olaraq bu hadisə hələ də dünyanın ən böyük dini toplaşmasıdır. Elə bir toplaşma ki, heç bir başqa dini mərasim ona yaxınlaşa bilmir. Əgər internetdə List of Largest Peaceful Gatherings ifadəsini axtarsanız, Azərbaycanca desək, dünyanın ən böyük dinc toplaşmaları siyahısı orada birinci yerdə həmişə Kumbh Mela göstərilir. Onun ardından isə Ərbəyin yürüşü gəlir. Və sonda çox vacib bir sual. Bu mərasim vaxtı olmadan bu çaylara girib günahları yumaq mümkündürmü? Cavab xeyirdir. Mütləq bu izdihamla birlikdə suya girmək lazımdır. Əks halda günah yuyulmuş sayılmır. Biz çalışırıq ki, ən yaxşı elmi mövzuları və dünya üzrə kəşfləri sizin üçün vizual şəkildə təqdim edək. Kanalımıza abunə olaraq bizi dəstəkləyə bilərsiniz. Şərhlərinizi oxuyuruq, ona görə də bu videonun mövzusu ilə bağlı fikirlərinizi səbirsizliklə gözləyirik.